Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Mini Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında 4-cü mini futbol turnirinə yekun vurulub. Bakı Tenis Akademiyasında keçirilən yarışda əvvəlcə 3-cü yer uğrunda oyun baş tutub. Ədliyyə Nazirliyi və Baş Prokurorluğun komandaları arasında keçirilən gərgin qarşılaşma Ədliyyə Nazirliyinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komanda turnirin bürünc medalına sahib çıxıb. Bədii hissədə breakdans və kapoeira üzrə nümunəvi çıxışlar təqdim olunub. Mərdan Kazımovun ifasında musiqi nömrələri səsləndirilib. Turnirin final oyununda Sokar və Azərşıq Açıq Səhmdar Cəmiyyəti komandaları üz-üzə gəlib. Sokar komandası rəqibini 5-0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Turnir mükafatlandırma mərasimi ilə yekunlaşıb. Finalı yüksək səviyyədə idarə etdikləri üçün oyunun hakimlərinə, eləcə də turnirin ən yaxşı oyunçusu Elnur Hüseynova mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov verib. Ən çox qol vuran oyunçu Məhəmməd Hacıyevə mükafatı Sokarın aparat rəhbəri Hafiz Zeynalov, ən yaxşı qapıcı Ələddin Cəlalova isə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər. Turnirin bürünc medalçısı olan Ədliyyə Nazirliyinin komandasına mükafatları Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ikinci yeri tutan Azərşıq Açıq Səhmdar Cəmiyyətinin komandasına isə mükafatları qurumun sədri Vüqar Əhmədov təqdim ediblər. Turnirin qalibi olan Sokar komandasına isə kubok və qızıl medalları Azərbaycan Mini Futbol Federasiyasının prezidenti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov təqdim edib.